Yunus Peyğəmbərin kitabı. Fəsil 1. Rəbbin sözü Əmittəy oğlu Yunusa nazil oldu. Qalx Neynəvaya, o böyük şəhərə get və onun ziddinə car çək, çünki oradakıların pisliyi gəlib hüzuruma qədər çatıbdır. Lakin Yunus qalxdı ki, Rəbbin hüzurundan Tərşişə qaçsın. Yafaya enib Tərşişə gedən bir gəmi tapdı. Yol haqqını verib ona mindi ki, Rəbbin hüzurundan uzaqlaşıb onlarla Tərşişə getsin. Rəbb dəhənz üstündə güclü külək qaldırdı. Dəhənzdə böyük bir tufan oldu və gəmi az qala parçalanacaq idi. Gəmiçilər qorxuya düşüb hər biri öz Allahını çağırdı və gəmidə olan yükləri dəhənzə atdılar ki, onu yüngülləşdirsinlər. Amma Yunus gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. Gəmi rəisi onun yanına gəlib dedi, sən nə yatırsan, qalx öz Allahını çağır, bəlkə Allah bizi yada salar və biz məhv olmarıq. Gəmiçilər bir-birlərinə dedilər, gəlin püşk adaq, görək kimə görə bu bəla başımıza gəlib. Püşk atdılar və püşk Yunusa düşdü. O zaman Yunusdan soruşdular, bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradadır? Hansı xalqdansan? Yunus cavab verdi, mən İbraniyəm. Göylərin tarısı Rəbbi pərəstiş edirəm ki, dəhənzi və torpağı yaradan odur. Onlar çox qorxdular və ona dedilər, sən belə bir işi necə etdin? Çünki bilirdilər ki, Yunus istəyir Rəbdən uzaqlaşsın. Bunu onlara özü nəql etmişdi. Dəhənz daha coşduğuna görə onlar Yunusdan soruşdular, səninlə nə edək ki, dəhənz qabağımızda sakitləşsin? Yunus onlara dedi, məni götürüb dəhənzə atın, onda dəhənz qabağınızda sakitləşər. Çünki bilirəm, bu böyük tufan mənə görə sizin başınıza gəlib. Lakin gəmiçilər sahilə yanalmaq üçün səylə avar çəkdilər, amma bacarmadılar, çünki dəhənz onların ziddinə daha da coşurdu. O vaxt onlar Rəbbə fəryad edib dedilər, ya Rəbb, sənə yalvarırıq, qoyma bu adamın canından ötürü məhv olaq. Günahsız qanı da üstümüzə qoyma, çünki sən, ya Rəbb, öz istədiyini edibsən. Beləcə onlar Yunusu götürüb dəhənzə atdılar və dəhənz öz coşmasından düşdü. O vaxt adamlar Rəbdən çox qorxdular və Rəbbə qurban təqdim edib nəzrlər etdilər. Rəbb böyük bir balıq yetirdi ki, Yunusu utsun və Yunus 3 gün, 3 gecə balığın qarnında qaldı. Fəsil 2. Yunus balığın qarnından tarısı Rəbbə dua edib dedi, əzabım içində Rəbbi çağırdım, o mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, sən mənim səsimi eşitdin. Sən məni dərinə, dəhənzin qoynuna atdın, sellər məni araya aldı, sənin bütün ləpələrin və şəpələrin üstümdən keçdi. Mən dedim, sənin gözlərinin qabağından qovulmuşam. Lakin yenə sənin müqəddəs məbədinin tərəfinə necə baxacaqam? Nəfəsim kəsilənə qədər məni sular bürüdü. Dərinliklər məni araya aldı. Dəhənzin bitkiləri başıma sarıldı. Dağların dibinə qədər indim, yer məni əbədəcək
özündə həbs etdi. Lakin, ya Rəbb tarım, sən canımı dərin çuxurdan çıxardıbsan. İçimdə canım üzüləndə Rəbbi xatırladım. Mənim duam sənə, sənin müqəddəs məbədinə çatdı. Puç olan bütlərə səcdə edənlər, o vəfali olanı buraxıb gedirlər. Amma mən sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm. Nəzrimi yerinə yetirəcəyəm. Xilas Rəbdən gəlir. O vaxt Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruluğa qusdu. Fəsil 3. Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu. Qalx Neynəvaya, o bögüç şəhərə get və sənə deyəcəyim sözləri onlara car çək. Yunus Rəbbin sözünə mütabiq qalxıb Neynəvaya getdi. Neynəva Tanrının nəzərində böyük şəhər idi. Oranı 3 günə gəzib dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi, 40 gündən sonra Neynəva alt-üst olacaq. Neynəvalılar Tanrıya inandılar. Oruc elan edib böyükdən kiçiyə qədər hamı çulca indi. Bu xəbər Neynəva padişahına çatanda o təxtindən qalxıb şahlıq şinelini əynindən çıxartdı və çulca inib külün üstündə oturdu. Padişah Neynəvada bir elan sadir etdi ki, deyirdi, padişahın və onun əsilzadələrinin hökmünə mütabiq. Nə insanlar, nə heyvanlar, nə naxırlar, nə də sürülər, heç nə yeməsinlər, otlağa getməsinlər və su içməsinlər. Həm insanlar, həm də heyvanlar çulca insinlər və qüvvətlə Tanrıya fəryad etsinlər. Hər kəs öz pis yolundan və əllərinin qəddarlığından dönsün. Kim bilir, bəlkə Tanrı fikrini dəyişdirib rəhmə gələr, alovlanan qəzəbini bizdən döndərər və biz məhv olmarıq. O zaman ki Tanrı onların pis yoldan döndükləri əməlləri gördü, onlara rəhmi gəldi və göndərəcəyini dediyi bəlanı onların üstünə göndərmədi. Tanrı bəlanı göndərmədi. Fəsil 4. Amma bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi. O Rəbbə dua edib dedi, Ya Rəbb, mən hələ ölməkdə ikən məgər bunu demirdim. Buna görə də mən Tərşişə qaçdım, çünki bilirdim ki, sən fəyyaz və şəfqətli bir Tanrısan, gec qəzəblənən və bol məhəbbətlisən və rəhm edib bəla göndərməzsən. Buna görə də ya Rəbb yalvarıram, mənim canımı al, çünki mənim üçün ölmək yaşamaqdan daha yaxşıdır. Rəbb dedi, hirslənməklə məgər yaxşı iş edirsən? Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. Rəbb Tanrı Yunusun başı üstünə gənə gerçək bitkisi bitirdi ki, böyüyüb Yunusun başı üstünə kölgə salsın və onu pis halından qurtarsın. Yunus bu bitkiyə görə çox sevindi. Lakin ertəsi gün səhər tezdən Tanrı bir bitki qurdu yetirdi. Qurd bitkini yeyib qurutdu. Günəş çıxanda Tanrı isti bir külək şərqdən getirdi.
Günəşin istisi Yunusun başını vurub yaxdı və o taqətdən düşdü. Özü üçün ölüm arzu edib dedi, mənim üçün ölmək yaşamaqdan daha yaxşıdır. Tarı Yunusa dedi, bu bitkiyə görə hirslənməklə məgər yaxşı iş edirsən? O dedi, ölməyə qədər hirsli olmağım mənə yaxşıdır. O vaxt Rəbb dedi, zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecə bitən və bir gecədə məhv olan bitkiyə sənin ürəyin yanır. Bəs mən necə Neynəvaya, bu böyük şəhərə ürək yandırmayım ki, sağ əlini sol əlindən ayıra bilməyən 120 mindən çox insan və çoxlu heyvanı var.